Və bu maşın yanımıza yaxınlaşıb 280 min probeqlə yanımıza yaxınlaşıb. Yəni bunu 280 min probeqi deyən maşının yiyəsidir. Qardaş, mənim maşınım 280 min gedib, gətirmişəm texniki nasazlıqlar var, onları aradan qalxızmağa. Biz diaqnostika eləmişik, aşkarlamışıq ki, 280 min yox, 471 min olsa necə olar? Və buyur. İndi biz maşının da oradan probeqini sizə göstərərik, 280 mini görərsiniz. 471 min gedib. Demək olar ki, çox az nadir hallarda ki, yəni bir dənə, iki dənə avtomobilə rast gəlmərik ki, biz bu cür monitor, göstərici paneldə olan probeqlə avtodiaqnostika, bu sehirli aparatımızdakı probeq düz gəlsin. Yəni çəkirlər. Bu bəzi dəllallar tərəfindən olur. Kilometrajı geri elektriklər, kompüter ustaları çəkirlər. Bəs yürüşü geri çəkilən avtomobillərdə sonradan hansı texniki nasazlıqlar yarana bilər? Tez-tez problemlər olur, EGR problemlər olur, saja problemlər olur, farsunka problemlər olur. Yəni probeq artdıqca maşın problemləri çoxalır. Onu da gizlədirlər. Bunu ancaq və ancaq diaqnostika vasitəsilə, diller kompüter vasitəsilə, diaqnostika vasitəsilə onu tapmaq mümkündür. Özdə bir neçə yerdə dizellər çəkilir. Probeqdən çəkilir, göstərici paneldən çəkirlər, sajadan çəkirlər, mostdan çəkən var, hər bir yerdən çəkilir. Dizeldə amma bunu aşkarlamaq olur. Nə qədər gizlətsəniz də tapmaq mümkündür. Bəzi ölkələrdə yürüşə müdaxiləyə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Hüquqşünaslar deyirlər ki, bu qanunsuz bir əməldir. Amma ölkəmizdəki mövcud qanunvericilikdə belə faktlar üçün xüsusi müddəalar nəzərdə tutulmuyor. Hüquqşünaslar təklif edirlər ki, texniki baxış zamanı avtomobilin yürüşünün geri çəkildiyi aşkarlanarsa, bu texniki qüsur kimi sistemə daxil olunmalıdır.